Basketbol. Basketbolun yaranma tarixi başlayır 1891-ci ildə. Kim tərəfindən yaranıb? James Naismith tərəfindən yaranmağa başlayıb basketbol. Deməli, 1891-ci ildə basketbolun yaranma tarixi başlayır 1891-ci ildə və James Naismith də bunun yaradıcısı olub. James Naismith də kim olub? Müəllim olub. Müəllim olub. Massachusetts ştatında müəllim olub. Və onun şagirdləri başlayıblar topu səbətə atmağa və görürlər ki, top səbətdən keçmir. Onda James Naismith topun altından o səbətin altını kəsib və götürüb və yenidən cəhd ediblər, top səbətdən keçib. 1891-ci ildə. 1897-ci ildə bunun qaydaları işlənib, hazırlanıb. 1897-ci ildə və 1932-ci ildə FIBA yaradılıb. FIBA da assosiasiyadan üstündür. Yadınızı saxlayın. Bu FIBA assosiasiyadan üstündür və FIBA da assosiasiyadan üstündür. 1932-ci ildə FIBA yaradılıb. 1935-ci ildə Avropa çempionatı keçirilib. Avropa çempionatı harada keçirilib? Avropada. Və qalib də gəlib burada deməli, Cenevrə keçirilib və Latviya komandası qalib gəlib. Latviya komandası qalib gəlib. 1938-ci ildə qadınlar arası Avropa çempionatı keçirilib və qalib də burada gəlib, deməli, İtaliya. İtaliyada keçirilib, İtaliya qalib gəlib. 1950-ci ildə dünya çempionatı təşkil olunub. Deməli, Argentinada kişilər arası təşkil olunub və Çili komandası, ABŞ komandası qalib gəlib. ABŞ komandası. 1953-cü ildə qadınlar arası keçirilib. Argentina və Argentinada qalib gəlib. 1936-cı ildə basketbol olimpiya proqramına daxil olunub. Berlində keçirilən olimpiyadada 1936-cı ildə kişilərin komandası daxil olub. Bundan 40 il sonra 1976-cı ildə Montrealda keçirilən olimpiyadada qadınlar daxil olub. 1976-cı ildə. Azərbaycanda yaranma tarixi bunun başlayır 1920-ci illərdən. 1992-ci ildə Azərbaycan Basketbol Federasiyası yaradılır 1992-ci ildə. Və beynəlxalqında üzvü olur 1994-cü ildə. FIBA-nın üzvü də 1994-cü ildə olur. 1994-cü ildə. 2005-ci ildə 1-ci İslam Həmrəyliyi oyunlarında Azərbaycan yığma komandası qalib gəlib. İslamda birinci yerə çıxıblar 2005-ci ildə. 2005-ci ildə. Bu oldu bizə tarix. Azərbaycan Basketbol Federasiyasının prezidenti bizim nazirimiz Emin Əmrullayev. Bəli. Meydançaya keçək. Meydançanın uzunluğu 28 metrədir. Eni 15 metrədir. Xətlərin eni 5 santimetrdir. Meydança 2 hissəyə ayrılır. 2 hissəyə ayrılır. Meydançanın radiusu 360 santimetrdir. Böyle bir qofs var. Yarım qofs var. Bu yarım qofsun da radiusu, baxın, yarım qofsun radiusu 675 santimetrdir. 675 santimetrdir.
Dərmə meydançasının ölçüsü 5 580-in 490 santimetrdir. Lövhə, baxın bu lövhədir. Lövhənin eni uzunluğu 1.80-in 105-ədir. Lövhənin içində də belə bir kvadrat var. 4 bucaq var. Onun eni uzunluğu 59'un 45'ədir eni uzunluğu. 59'un 45'ə. Lövhənin materialı şüşədən ibarətdir. Əvvəl taxtadan idi, indi şüşədəndir. Belə sınmayan belə şüşədir. Sonra lövhənin baxın hündürlüyü, bu lövhənin hündürlüyü 2.75'dir aşağıda. Amma səbətin hündürlüyü 3 metrə 5 santıdır. 3 metrə 5 santı səbətin hündürlüyüdür. 3 metrə 5 santı səbətin hündürlüyüdür. Səbətin diametri 45 santimetrdir. Və 45 santidir. Səbətin altında tor var. Torun da uzunluğu 45 santidir. Uzunluğu 45'dir. Oyun oynanılır 2 hissə. Birinci və ikinci hissə. Hər bir hissə 20 dəqiqə oynanılır. 20 dəqiqə, 20 dəqiqə. Və 4 dövr oynanılır. Yadda saxlayın. Birinci, ikinci, üçüncü, dördüncü dövr. Hissələr arası fasilə 15 dəqiqə olur. 15 dəqiqə. Amma dövr arası fasilə, baxın birinci, ikinci dövr, üçüncü dövr arası fasilə 2 dəqiqədir. 2 dəqiqə. İkinci, üçüncü dövr arası da 15 dəqiqədir. 15 dəqiqədir. Time-outda nə vaxt götürülür? Time-outda da məşqçi götürür. Time-out nədir? Onun top ölü vaxtı olanda time-out götürülür. Top ölü vaxtı olan nə deməkdir? Vaxt dayananda top ölü vaxtı sayılır. Və onda time-out götürülür. Birinci hissədə, baxın, bu birinci hissədə 2 time-out'u ya məşqçi götürür və yaxud da kapitan. İkisindən biri götürülür. Birinci hissədə 2 time-out götürülür. İkinci hissədə 3 time-out. 3 time-out. Və əlavə hissədə oynanılsa, 5 dəqiqə 5 dəqiqə oynanılır. 5 dəqiqə 5 dəqiqə. Və bir time-outda həmin 5 dəqiqəliləri də götürmək olur. Mümkündür. Əgər oyunun, baxın, dördüncü dövrün, bu dördüncü dövrdür. Dördüncü dövrün bitməyinə 2 dəqiqə qalır. 2 dəqiqə qalır. Onda sən əgər bu ikinci hissədə time-out götürməmisənsə, o zaman sən 2 time-out götürə bilərsən. 2 dəqiqə qalmış götürsən, onda 2 time-out. Biri time-outların yanır. Time-outların biri yanır. Onda sən 2 time-out götürə bilərsən. Səbətdə sağ, sol tərəfdə kimlər oturur? Hakim masasının yanında duranda sol tərəfdə oturur ev yiyəsi. Ev yiyəsi sol tərəfdə. Sağ tərəfdə qonaq komanda oturur. Səbət. Deməli, ev yiyəsinin səbəti sol tərəfdir, qonaq tərəfin səbəti sağ tərəfdir. İstəsələr onlar dəyişə bilərlər. Və bir komandanın heyətində 12 oyunçu var.
Bunun 5'i əsasdır və 7'si ehtiyatdır. Oyuncu dəyişikliyi. Oyuncu dəyişir, nə qədər istəsən, oyuncu dəyişir edə bilərsən. Məhdudiyyət yoxdur. Yox. Oyuncu dəyişiklikdə nə vaxt edirsən, o vaxt edirsən ki, top ölü vaxtı olanda oyuncu dəyişiklik edilir. Oyuncuların nömrələnməsi 1-dən 0, 0, 0, 99'a kimi gedir. 0, 0, 99'a kimi oyuncuların nömrələnməsi gedir. 0, 99'a kimi. Top. Top qadınlar üçün var və kişilər üçün var. Top. Topun yeni qaydalara əsasən çevrəsi və çəkisi dəyişib. Kişilər üçün topun kişilər üçün topun çəkisi 580 620 qramdır. Qadınlar üçün isə qadın 510 550 qramdır. Kişilər üçün topun çevrəsi 75-77 santimetrdir. Qadınlar üçün isə 715-730 milimetrdir. Elə bir ki, 71 yarım 73 santimetr. Topun çəkisidir. Bu yeni qaydalara əsasən topların çəkiləri dəyişir. Oyun basketbol oyununda yadda saxlayın ki, püşkətmə olmur. Püşkətmə olmur basketbol oyununda. Bir dəqiqə, üzr istəyirəm. Və basketbol oyununda püşkətmə olmur. Oyun necə başlanır? Baxın, A komandası və B komandasıdır. B komandası. A komandası burada durur, B komandası burada olur. Hakim yalnız birinci dövrdə top atır hava atışına yuxarı. Birinci dövrdə. Rus dilində period deyirlər, bizim dildə dövr deyirlər. Bunu yadda saxlayın. Birinci dövrdə top atılır, hava atışına yuxarı atıldı. Tutalım ki, A komandası yayləndi topa. Top A yayləndi. Elə birinci dövrdə. Və ikinci dövrdə isə B komandası başlayır. Niyə görə? Çünki hakim masalarında ox işarəsi var. Tutalım ki, A topa yayləndi, avtomatik ox işarəsi göstərəcək, B-ni göstərəcək. B başlayacaq oyuna. Üçüncü dövrdə bax, bu ikinci dövr. Üçüncü dövrdə başlayacaq deyək. A komandası yenə ox işarəsidir. Sonra isə mübahisəli top başlayır. Mübahisəli top nədir? Tutalım ki, top səbətlə lövhənin arasında ilişib qalır. Və yaxud da iki oyuncu topun üzərinə əlini qoyub, heç bir topu öyle bir şey yayələnə bilmir həmin topa. Onda nə baş verir? Mübahisəli top. Və mübahisəli topda da ox işarəsi var. Ox işarəsi. Və ox işarəsi kimə göstəriləcəksə, o komanda oyunu başlayır. Tutalım ki, üçüncü dövrdə dediyi A komandası başlayır. Dördüncü dövrdə mübahisəli top oldu. Onda dördüncü dövrdə başlayır B. Mübahisəli top oldu. Dördüncü dövrdə ox işarə göstəriləcək A-nı. Mübahisəli topda da A başlayacaq. B. Mübahisəli topda A başlayacaq oyunu. Yalnız
bir dəfə dediyim kimi hakim atır hava atışına yuxarı topu. Digər dövrlərdə yan xəttin mərkəzindən top atılır meydana. Yan xəttin mərkəzindən. Baxın, yan xəttin mərkəzindən top atılır meydana. Əlavə hissələr. Dedik ki, 5 dəqiqə 5 dəqiqə əlavə hissələr oynanır. Əgər oyunun əsas hissəsində oyun hessə bitsə, onda 5 dəqiqə 5 dəqiqə əlavə hissə oynanır. Overtime təyin olur. 2 dəqiqə fasilə verilir və 5 dəqiqə 5 dəqiqə oynanılır. Mübahisəli topda A komandası başladısa, onda avtomatik əlavə hissədə hansı komanda başlayacaq? B komandası başlayacaq oyunu. Ardıcıl gedir, yadda saxlayın. Baxın, bunu belə yadda saxlayın. A komandası deyə birinci hissədə, dövrdə A komandası başladı. İkinci dövrdə başlayır B komandası və ikinci dövrdə də tutalım ki, hansı bir mübahisəli top başlayır. Mübahisəli top baş verdisə, onda oxşarısı avtomatik A-nı göstərir ki, mübahisəli topda A başlayacaq. Yenə, baxın, mübahisəli top oldu, bitdi, üçüncü dövrə keçirsən. Üçüncü dövrdən oxşarısı göstərilir, deyək, B-ni göstərilir. Deməli, B başlayacaq ona. B başlayır. Elə bir hakim topu atır oyuncuya və oyuncu da top atır meydana. Meydana. Bir daha təkrar edirəm ki, yalnız bir dəfə hava atışı ilə oyun başlanılır. Digər dövrlərdə mübahisəli topda ox işarəsi hansı komandanı göstərilirsə, o komanda başlayır. Başlayır. Bu 675'li Gofsi dedi. Böyle bir Gofsi. Bunun, bakın, bunun 675'li Gofsi. Bunun haricindən top atdığı səbətə onda 3 hal verirlər. 3 hal. Daxilindən 2 hal. 2 hal. 2 hal. Yəni. İndi keçək saniyələrə. Burada belə bir saniyələr var qaydada. 3 saniyə var. 5 saniyə var. 8 saniyə qayda var. 24 saniyə var. Var 14 saniyə. 14 saniyə. 3 saniyə. Baxın, top məndədir. Mən cərimə meydançasında top məndədirsə, hücum vaxtına kimi dayana bilərəm. 24 saniyə kimi dayana bilərəm. Amma top məndə deyil, mən rəqib sahəsinin cərimə zonasında 3 saniyədə artıq dayana bilmərəm. 1, 2, 3 çıxmalıyam mən. Olmaz. İcazə verilmir. Və 3 saniyə ərzində sən bu cərimə meydançasını tərk etməlisən. Əgər top səndə yoxdursa. Top səndəsə, bəli. Sən hücum vaxtına kimi qala bilərsin, 24 saniyə kimi. 5 saniyə qayda. Top out'a çıxdı. Top out'a çıxdı. 5 saniyə ərzində top oyuna daxil edilməlidir. 5 saniyə ərzində. Topu tutub əlində saxladın, 5 saniyədə artıq tutub saxlaya bilmərsən. Cərimə atışı atılır, 5 saniyədə artıq topu əlində saxlaya bilmərsən. 5 saniyə qayda budur ki, sən 5 saniyədə artıq topu əlində saxlaya bilmərsən. Və indi 8 saniyə baxaq. Bu mənim səbətimdir, mənim tərəfdə də arxa zona. Arxa zona, ön zona. Arxa zona mənə aiddir, ön zona rəqibə aiddir. Mən arxa zonadan topa yiyələndim. Hücum vaxtı verilir mənə 24 saniyə. Arxa zonada topa yiyələndim və mən 8 saniyə müddətində bu mərkəz xətti keçməliyəm topla. Nə vaxt mən topu arxaya verə bilərəm? O vaxt verə bilərəm ki, mənim 3 nöqtəm mərkəz xətti keçməyibsə. 3 nöqtə deyəndə 2 ayaq, 1 top.
Deyək 2 ayaq buradadır və topu da sən belə çevirirsən burada. Onda sən topu arkaya ötürə bilərsən öz oyunçusuna. Amma sən 3.3-də keçibsə bu mərkəz xətti, sən topu arkaya ötürə bilmərsən. İcazə verilmir. Deməli, 8 saniyə ərzində sən keçməlisən öz sahənə, rəqib sahəsinə. Rəqibin sahəsinə. 8 saniyə ərzində baxın, hansısa bir qayda pozuntusu baş veribsə, mübahisəli top olub da, top alta çıxıb 8 saniyədə, 4-cü saniyədə. Onda sənə vaxtın davam edir qaldığı yerdən. Vaxtın davam edir. Sən yenə 8 saniyə ərzində çıxmalısan. Öz sahəndən rəqib sahəsinə keçməlisən 8 saniyə ərzində. 24 saniyə hücum vaxtı. Hücum vaxtı 24 saniyədir. 24 saniyə hücum vaxtıdır. Və sən 24 saniyə ərzində gəlib topu səbətə atmalısan. 24 saniyə. Əgər deyək, hansısa bir qayda pozuntusu baş verib, foul baş verib. Foul baş veribsə, baxın, arxa zonda foul baş veribsə, hücum vaxtı başladı və foul baş verdi. Onda sənin o hansı saniyədə qalmısan, baxın, saniyə belə gedir. 24, 23, 22, 21, yuxarıdan aşağı düşür. Sənin qaldığın yerdəki bu saniyə arxa zonda foul baş veribsə, mənə hücum vaxtı verirlər 24 saniyə. Bu sıfırların 24 saniyə vaxt verirlər. 24 saniyə vaxt verirlər. Amma ön zonaya keçək indi. Ön zonda biraz söhbət gəlizdir. Bunu daha ətraflı izah edim, yadda saxlayın. Bura ön zonadır. Ön zonda foul baş verir. Baxın, foul. Foul baş verib. Hansı bir belə deyək, hakim nəyəsə görə oyunu saxlayıb ön zonada. Əgər 24 arxa zonada dedik ki, 24 saniyə vaxt verilir. Amma ön zonada necədir? 24 saniyə sıfırlanır, verilir 24 saniyə. Arxa zonada baxın, tutalım ki, 17-ci saniyədə 14 saniyədən yuxarıdırsa, 14 saniyədə yuxarıdırsa, 16, 17, 18-ci saniyədə foul baş veribsə, o zaman bu hücum vaxtı qaldığı yerdə davam edir. Öz zonunda foul baş veribsə, qaldığı yerdə davam edir. 14 saniyə kimi. Qaldığı yerdə davam edir. Qaldığı yerdən davam edir. Davam edir. Amma 13-cü saniyə və 13-dən aşağıdırsa, yəni 13, 12, 11-ci saniyədə qayda pozuntusu baş veribsə, onda 14 saniyə vaxt verilir. Hücum vaxtı 14 saniyə vaxt verilir. Bu foullara aiddir. Deməli, arxa zonada foul baş verir. Hansı bir səbəbə görə hakim oyunu saxlayıb, onda 24 saniyə hücuma vaxt verirlər. 14 saniyədən yuxarı, 17-ci, 18-ci saniyədə deyək, öz zonada foul baş verib, onda oyun necə bərpa olunur? Yan xəttdən davam edir oyun və qaldığı yerdən saniyə gedir. Amma 13-cü saniyədən aşağı olubsa, 12, 11, 9-10 saniyədə olubsa, o zaman 14 saniyə vaxt verilir. İndi baxın, 4-cü dövrün və yaxud da 4-cü dövrün bitməyinə 2 dəqiqə qalıb. Və üzərinə əlavə hissə oynanılır. Və yaxud da əlavə hissələr. Əlavə hissələr.
Əlavə istifadə. Top deyə arxa zonadan, arxa mənim öz sahimdən top çıxıb out'a. Out'a çıxıb və komanda yoldaşımız bizim götürüb time-out. Məşqçi time-out götürüb. Time-outdan qayıdandan sonra neçə saniyə vaxt verilir? Time-outdan qayıdandan sonra arxa zonadadsa, onda vaxt qaldığı yerdə davam edir. Tutalım ki, bu 21-ci saniyədə top çıxıb out'a və time-out götürülür. 2 dəqiqə qalmışdı da, time-out götürülür. Onda səndə bu vaxt davam edir. Evdə tutalım ki, 20, 19-cu saniyə, 18-ci saniyə davam edir. Amma ön zonada, bu bizim ön zonamızdır. Rəqibin ön zonasıdır. Rəqibin ön zonasında deyək, 14-cü saniyədən yuxarıdırsa, deyək, 16 və yaxud da 15-ci saniyədə time-out götürmüsənsə, o zaman time-outdan sonra vaxt necə davam edir? Sənə əlavə 14 saniyə vaxt verirlər. 14 saniyə vaxt verirlər. Amma 13-cü saniyədən aşağıdırsa, tutalım ki, deyək 12-ci saniyə, 11-ci saniyədədirsə, onda sənin qaldığın yerdən davam edir. Elə 12, 11, 10 və yaxud da 9-cu saniyədə davam edir. Davam edir. Bu qaydanı belə yadda saxlayın. Əksinədir. Bu qaydanın əksidir. Birində vaxt davam edir, birində sıfırlanır. 14-cü saniyə kimi və 17, 16-cı saniyədə pol başı qaldığı yerdən davam edir. Vaxt. Amma 13-cü saniyədə aşağıdırsa, o zaman 14 saniyə vaxt verirlər. 4-cü dövrün bitməyinə 2 dəqiqə qalıb. Və yaxud da əlavə hissələrdə. Tutalım ki, 21-ci, 20-ci və yaxud 19-cu saniyədə time-out götürsə, out'a çıxıb top, time-out götürdü. Onda nə baş verir? O zaman vaxt davam edir. Amma 14-cü saniyə kimi ön zonada time-out götürmüsənsə, oyun başlanma necə? Qaldığı yerdə davam edir. Amma 13-cü saniyədə isə 14-cü saniyədə 14 saniyə vaxt verir. 13-cü saniyədə isə davam edir. 13-də davam edir, 14-dən yuxarıdırsa 14 saniyə vaxt verilir. Dedik, hücum vaxtı, baxın, 24 saniyədir. Top səbətə atılır və səbətə dəyir və qayıdır həmin komanda yoldaşına. Onda hücum vaxtı verilir 14 saniyə. 14 saniyə. Amma lövhəyə qayıtsa top, dəyib qayıtsa, o zaman vaxt dayandığı yerdən davam edir. Tutalım ki, top məndədir. Keçmişəm hücuma. Topu atıram səbətə düşmür. Toxundu səbətə qayıtdı mənə. Onda mənə verirlər 14 saniyə. Topu lövhəyə atsam, qayıtsa, o zaman qaldıq yerdə davam edir. Bu oldu bizdə vaxtlar. Keçək indi follara. Burada belə bir follar var. P. Texniki fol. U2 folu. Qeyri-idman faulu. Yan xəttdən başlanılır da. Həlimə yan xəttdən başlanılır o. U folu. Sonra P fol. Şəxsi fol. Şəxsi fol. Texniki fol nə deməkdir? Texniki fol budur ki, sən hakimə qarşı çıxırsan və yaxud da 13-ə qarşı hansısa bir jest göstərdirsən, hakimə qulaq asmırsan, onda bu texniki fol adlanır. Texniki folda bir texniki fol edildisə,
Bunlar yazılır komandaya. Bu follar yazılır komandaya. Texnika fol edildisə, rəqib komanda gəlir bir cərimə çatır. Bir cərimə çatır. Texnika folu istənilən oyun çata bilər. O mütləq deyil ki, tutalım ki, kimə qarşı edilibsə yox. İstənilən oyunçu texnika folu ata bilər. İkinci texnika fol qazandısa, oyunçu o zaman diskvalifikasiya edilir. Komanda gəlir bir cərimədə atış atır və həmin oyuncu diskvalifikasiya edilir. Bu da növbəti deyək fol. İkinci fol. Qeyri-idman faulu. Qeyri-idman faulu gəlir, tutalım ki, əlinə vurur, tutalım ki, təpi vurdu, ayağına dəydi. Bu kontaktlı foldur. Kontaktlı fol baş verdisə, o zaman bir qeyri-idman faulu edildisə, 2 cərimə atış atılır. 1, 2 cərimə atış atılır. Hər bir cərimə atışda bir xalla qiymətləndirilir. Yadda saxlayın bunu. 2 cərimə atış atılır. Gəlir ikinci qeyri-idman faulu etsə, o zaman yenə 1, 2 cərimə atış atılır. 2 cərimə atış atılır. 2 qeyri-idman faulu idmançı etsə, diskvalifikasiya edilir. Hətta deyək, bir texniki, bir U faulu edilsə, yenə diskvalifikasiya edilir yenə. Yenə diskvalifikasiya edilir. Diskvalifikasiya edilir. Person faulu. Şəxsi fol. Fol qayda pozuntusu deməkdir. Tutalım ki, futbolda cərimələr oldu. Hansı qayda pozuntusu baş verdi? Deyirlər fol. Fol. Qayda pozuntusu deyildir. Texniki fol olur. Qeyri-idman faul olur. İndi şəxsi faula baxır. Şəxsi fol. Şəxsi fol P. Person fol deyilir. Şəxsi folda idmançı bir şəxsi fol etdisə, harada kontakt atış zamanı şəxsi fol edilibsə, o başqa, amma atış zamanı olmayıbsa şəxsi fol, o şəxsi fol yüngül qayda pozuntusudur. Bilməyərəkdən blokladı, nəsə etdi, yüngül qayda pozuntusudur. O zaman şəxsi folda harada qayda pozuntusu baş verirsə, oradan yan xəttdən oyunu başlayır oyuncu. Əgər atış zamanı, belə deyək də, 675-in 675-li qovsu. Bunun arxasından top atılır səbətə. Top atılır səbətə və fol baş verir. Atış zamanı fol baş veribsə, həm qeyri-idman faulda, həm də şəxsi folda ikisində də eynidir prosedur. Atış zamanı fol edilirsə və top səbətdən keçirib, tutalım ki, mən topu səbətə atıram, Şakir gəldi, mənə qarşı fol etdi. Gəldi, qoluma vurdu, əlimə vurdu, fol etdi. Top səbətdən keçsə, 3 xal sayılır, bir cərimə atış atılır. Amma top, niyə görə 3 xal? Çünki 675-in xaricindən atılıb. 675 qovsun xaricindən top atılırsa 3 xal verirlər. Amma top səbətdən keçməsə 3 cərimə atışı atılır. 675-in baxın daxilindən, bu daxilindən top səbətə atılır və fol baş verir. Top səbətdən keçsə 2 xal sayılır, bir cərimə atışı atılır. Amma top səbətdən keçməsə 2 cərimə atışı atılır. 2 cərimə atışı. Hətta xəttin üzərindən də, baxın bu xəttin üzərindən də atıldı, top səbətdən keçmədi. O da eyni qaydadadır. 2 xal sayılır, bir cərimə atışı, top səbətdən keçməsə 2 cərimə atışı atılır. 2 cərimə atışı atılır.
Hətta qeyri-idman faulunda da prosedur eynidir. Bunu mütləq yadda saxlayın. İdmançı 5 dənə person 5 qeyri-idman faul etdisə diskvalifikasiya edilir. Diskvalifikasiya edilir. İkili faul var. İkili faul nə deməkdir? İkisi də eyni anda qayda pozuntusu pozur. Amma heç bir cərimə atışı atılmır, amma komandalara faul yazılır. Bir də var diskvalifikasiya faulu. Tutalım ki, gəlir aqressiv oynayır. Vurdu bilərəkdən, bətdən vurdu. O zaman nə baş verir? Diskvalifikasiya edilir. Onda komanda gəlir 2 cərimə atışı atır. Bu bizdə olduğu faullar. Faul da qayda pozuntusu deməkdir. Səbətin altında baxın belə bir yarım qovs var balaca. Bu yarım qovsun içində deyə müdafiəçi dayanır. Hücumçu gəlir, topu atmaq istəyir, səbətə onu itələdi. Bu faul baş verir də. Faul baş veribsə, o zaman bu qayda pozuntusu deyil. Yadda saxlayın, səbətin altındakı bu yarım qovsda qayda pozuntusu baş verilsə, heç bir cərimə atışı atılmır. Qayda pozuntusu sayılmır. Və topu səbətə ata bilərsən. Amma bu 675-in sonraki daxilindən gəldi, itələdi, onda bəli, onda bu faul sayılır. Amma bu yarım qovsun, səbətin altındakı yarım qovsun, balaca bir qovsun altında qayda pozuntusu baş verirsə, itələnmə baş verirsə, bloklanma baş verirsə, hücumçu gəlib müdafiəçini etsə, onda topa səbətə ata bilər, heç bir qayda pozuntusu sayılmır burada. Komanda keçir faullarına. Komandanın faul limiti, baxın, birinci dövrdə komanda tutalım ki, birinci dövrdə komanda 4 faul etdi və 10 dəqiqə bitdi. O zaman bu faullar sıfırlanır. Deməli, komandanın faul limiti 4'dür. 10 dəqiqə bitdi, sıfırlanır. Amma 5-ci faul edildisə, hər cərimə atışa görə, hər qayda pozuntusu, hər faula görə 2 cərimə atış atılır. 2 cərimə atış atılır. 6, 7, 8, 9, 10-cu faullar edildisə, o zaman 2 cərimə atış atılır. Komanda 2 cərimə atış atır. Amma 4-cü faula kimi, 4-cü faul daxil oldu, 10 dəqiqə bitdi, onda bu sıfırlanma faul var. Cərimə atış atan zamanı, baxın bu cərimə atış atan zamanı, bu cərimə meydançasını heç kim tapdalamamalıdır. Bu xəttləri tapdalamamalıdır. Baxın, A1 670 cərimə atışı atılan zamanı oyuncular necə yerləşdirilir? A1 deyək, B1 oyuncusu ikisi burada durur. 675'in haricində. Sonra A2 B2'də oyuncu burada durur. Cərimə atan oyuncu A3 deyək, buradadır. A4 sonra B1 B2 buradadır. A5 və son ki B sonra 1, 2, 3, 4 B5 buradadır. Oyuncuların yerləşdirilməsi belədir. Cərimə atışı atılan zamanı heç bir oyuncu bu cərimə xəttlərini tapdalamamalıdır. İcazə verilmir. Olmaz çünki. Və top səbətə atılır. Topa səbətə atan oyuncu əgər qayda pozuntusu pozsa, o zaman onun basketi sayılmır, xal sayılmır.
Amma digər oyunçular etsə, onda basket sayılır. Fal sayılır. Oyun başlayanda minimum 5 oyuncu olmalıdır. 5 oyuncu olmalıdır. 5 oyuncu olmazsa texniki məğlubiyyətdir. O zaman hesab belə qeyd olunur. 20-0. 5 oyuncu olmazsa hesab 20-0 qeyd olunur. Oyun gedə-gedə 2 oyuncu mütləq olmalıdır ki, oyun davam etsin. Qaldı bir oyuncu. İndi baxaq. Bu məsələdə yadda saxlayın. Baxın, A komandası və B komandası oynayır. Hesab 70-80'dir. Tutalım ki, B komandasında bir oyuncu qaldı. A'da 2 oyuncu. A qalib gəldi da. Hesab qaldığı yerdə hesab necəsə elə qalıb. Qalır hesab. Necəsə hesab elə qalır. Çünki B'də bir oyuncu qalsa məğlubiyyətdir da. Hesab necəsə elə qalır. Protokolda elə 70-80 yazılır. Amma A komandasında bir oyuncu qalıbsa və B'də 2 oyuncu qalıbsa, onda hesab 2-0 qeyd olunur. 2-0. Amma qalibə verirlər 2 xal, məğluba 1 xal. 1 xal. Əgər oyunda Lipa aşkar etsə, Lipa nə demək? Lipa başqa bir oyuncu daxil olubsa, başqa oyuncu yerdə, onda 0'dır. Onda da 20-0'la oyun bitir. 20-0'la. Oyun bitir. Oyunu 3 hakim meydanda idarə edir. Oyunu bir hakim ki, masa hakimləri katibdir, saniyə ölçəndir, katib köməkçisidir, sonra komissardır, bir də o tablonu sıfırlayan hakimdir. Masada oturan hakimlərdir. İndi oyun zərbə atışları atılır, oyun hardan başlayacaq? Bunu deyim sizə. Texniki foul edilən zamanı harda qayda pozuntusu baş veribsə, oradan gəlir, yan xəttdən top oyuna daxil edirlər. Şəxsi foulda heç bir cərimə atışı atılmır, atış zamanı olmayıbsa. Harda qayda pozuntusu baş veribsə, oradan yan xəttdən top oyuna daxil edilir. Əgər atış zamanı şəxsi foul baş veribsə, onda cərimə atışı atılır. Cərimə atışı atılır. Burada isə top səbətdən keçsə, səbətin altındakı üst xəttin arxasına oynayıb, hücuma keçirlər oyuncular. Top səbətdən keçməsə, deməli, topa yiyələnir hansı bir komanda və keçirlər hücuma. Qeyri-idman faulunda tutalım ki, top atılır səbətə, foul baş verir. Gəlir cərimə atışı atır. Top səbətdən keçsə və yaxud da keçməsə də, bu hakim masasıdır. Hakim masasından üzbəyiz tərəfdən, mərkəzi xəttdən üzbəyiz tərəfdən top atılır meydana. Şəxsi foulda, diskvalifikasiya foulda hakim masasının üzbəyiz tərəfindən top atılır səbətə. Səbət yox, meydana atılır. Meydana daxil edilir. Cərimə atışından sonra. Deməli, texniki foulda harda qayda pozuntusu baş verirsə, oradan yan xəttdən topa oyuna daxil edilir. Şəxsi foulda yenə harda qayda pozuntusu baş verirsə, oradan yan xəttdən atılır. Və yaxud da deyək,
Qeyri-idman faulunda hakim masasından üzbəyiz tərəfdən topu atılır meydana. Həmçinin diskvalifikasiya faulunda. Top atır meydana. Amma komanda faullarında sonra cərimə şəxsi faulda cərimə atışı atılan zamanı onda top səbətdən keçməsə hansı komanda yiyələnirsə hücuma keçirlər. Səbətin altından yiyələnmə baş verir. Amma top səbətdən keçsə üst xəttin arxasından başlayır. Səbətin arxasından başlayırlar. Üst xətdən. Hücuma keçirlər. Dünya çempionatında 32 komanda iştirak edir, yadda saxlayın. 32 komanda. Avropada 24 komanda iştirak edir. Belə bir məsələ var. Dedi ki, qalibə verilir 2 xal, məğluba 1 xal. Deyə bilər ki, 5 komanda oynayır bir dövr. Bir dövr. Bir komanda deyək, 2 oyunu uduzub. Qalan oyunu qalib gəlibsə maksimum neçə xal toplayacaq. Bunu belə hesablayırıq. 5 komanda deyirsə 5 dənə 0 dairə edirik. 1, 2, 3, 4, 5. Bunun biri biz özümüzük. Mən qoydum. Bir dövr deyir. Bir dövr oynanır. 2 oyunu uduzub. Baxın, X uduzub. Qalan oyun qalib gəlsə maksimum neçə xal toplayacaq. 2 oyun qalib gəldi onda. Biz bilirik ki, qalibə verirlər 2 xal, məğluba 1 xal. 2 xal, 2 xal, məğlub 1, 1. Və bunları biz toplayırıq. Neçə edəcək? 2, 2, 5, 6 xal. Deməli, həmin o komanda 2 oyun uduzsa, 2 oyun qalib gəlirsə, onda 6 xal toplayacaq. Bir başqa bir məsələni də buna uyğun sizə verim. Deyir ki, tutalım ki, 3 komanda 2 dövrə yarışır. Və bir komanda 2 oyun uduzub. 2 oyun uduzub. Qalan oyunu qalib gəlirsə maksimum neçə xal toplayacaq. 3 komanda deyirsə yenə baxın. 1, 2, 3 komanda. 2 dövrə deyir. Bu birinci dövrdür. İkinci dövrə baxaq. 1, 2, 3. Bu ikinci dövrdür. Bunun biri bizik. Mən. Yenə mən qoydum. 2 oyun uduzub. X. Deməli 2 oyun qalib gəlir. Deməli 2 xal burada, 2 xal burada, 1 xal burada, 1 xal burada. Yenə edir 6 xal. 6 xal. Hesablama qaydası budur. Bu dairəvi üsulla keçirilən yarışlardır. Dairəvi üsulla. Amma uduzan çıxır sistemi budur ki, oynadı çıxır. Oynayıb çıxır. Uduzdu çıxdı. Bu dairəvi üsulla keçirilən yarışlardır. Uduzan çıxır sistemi Olimpiya sistemidir. İndi belə bir məsələ də var. Bunu da sizə izah edeyim. Axırıncı məsələdir. Deyə bilər ki, baxın, 15 xalı maksimum neçə oyuna toplamaq olar? Maksimum. Maksimum deyirsə, siz minimum xalına bölürsünüz. Minimum xal ya 1-dir və yaxud da 0-dır. Burada 1-dir. Məğlub 1-dir. Maksimum deyəndə. Deməli, sən bölürsən bunu məğluba və yaxud da istəyən. Bu da məğlubdur. Basketbolda məğlubdur. Minimum xalına. Deməli, 1-ə bölürsən. 15 oyuna toplaya bilər. 15 oyuna. Amma desə ki, 15-14 xalı minimum neçə oyuna toplamaq olar?
Minimum deyirsə, o zaman sən maksimum halına bölürsən. Maksimum. Onda maksimum halda bu 2-də qalibi 2 hal verirlər basketbol. Bölürsən 2-yə. Bərabər 7 hal. Hesablama qaydası da belədir. Oldu bizə basketbol. Basketbolu gələn dərs mənə oxuyursunuz.